اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم اجعلني فيه محبا لأوليائك ومعاديا لأعدائك، مستنا بسنة خاتم أنبيائك يا عاصم قلوب النبيين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Mübarek Ramazan ayının 25. gününün duası ve onun şerhi. Allahümme cealni fihi muhibben li evliyaik ve muadiyen li a'daik. Bugünkü gündə bir neçə diləyimiz, mühüm istəklərimiz, diləyimiz var. Allah'ın ver İzzət-i Cəlalına Allah hacətlərimizi, istəklərimizi, arzu istəklərimizi Allah Teala rəva eləsin, həyata keçirsin. Allahümme cealni fihi muhibben li evliyaik ve muadiyen li a'daik. Ey Allah, ilahi, bugünkü gündə məni sənin dostlarını sevən və düşmənlərimi düşmən bilən bəndələrindən qərar ver. Çox diqqət tələb eləyən, insanı düşündürən bir duadır ki, Allah sənin sevdiklərini, sənin dostlarını sevən və eyni zamanda düşmənlərimi də düşmən bilən kəs. Yəni, təvəlli, təbərri, el arasındakı deyirik təvəlla, təbərra, bəli, Allah dostların dost bilmək, Allahın düşmənlərin düşmən bilmək. Bəli, dəyərli izləyicilər, Allahın düşmənlərini düşmən bilməyərək Allah dostlarını sevməyin bir faydası olmayacaq. Çünki Allah Teala özü Qur'an-ı Kerimdə buyurur ki: "Fəmən yekfur bit-tağut və yu'min billah fəqad istemsaka bil-urvatil vusqa." Bəqərə surəsində hər kəs tağuta qarşı küfür edərsə, tağutu inkar edərsə, zalimi, zülmü, üsyanı, Allah'a qarşı üsyanı, məsiyəti inkar edib, ona qarşı olarsa, ondan üst çevirib Allah'a iman gətirərsə, bəli, qırılmaz, möhkəm, ilahi ipdən yapışan odur. Allahın dinində sabit qədəm olan odur ki, gərək zülmdən eyraz eləyə, zalimdən üz döndərə, qəlbini ondan döndərə, ona meyli olmaya, məsiyətdən və məsiyətkarlardan uzaq ola və Allah'a iman gətirib Allah dostlarını sevər. Bəli, Allah öz dostlarını sevən və düşmənlərimi düşmən bilən kəslərdən məni bugünkü gündə qərar ver. Dostları, Allah dostlarını, Allah sevdiklərini sevmək. Hub, məhəbbət kəlməsi. İmam Baqir əleyhissalatu vesselamdan sual olundu. Həzrətdən soruşdular ki, bu dində məhəbbət, sevgi, məhəbbət varmı? Həzrət buyurdu ki, həliddin illəl hub, din məgər məhəbbət deyilmi? Din elə məhəbbətdən ibarət olan bir şeydir. Belə ki, Allah Teala Qur'an-ı Kerimdə buyurur, İmam Baqir əleyhissalam 2 ayə oxudu o şəxsin sualının cavabında. Ki Allah buyurur, Qul in kuntum tuhibbunallah fəttəbi'uni yuhbibkumullah və yəğfir ləkum zunubakum. Peyğəmbər de onlara, əgər doğrudan da siz Allah'ı sevirsinizsə, ilahi məhəbbət iddiasındasınızsa, onda mənə tabi olun, yəni Peyğəmbərə tabi olun ki, Allah da sizi sevsin və sizin günahlarınızı bağışlasın. Qarşılıqlı sevgi. Əgər doğrudan da Allah'ı sevirsinizsə, Peyğəmbərə tabi olmalıq. Yəni, Peyğəmbər əleyhissalamı qəbul etmədən, onun buyurduqlarına, göstərişlərinə əməl etmədən iddia olunan sevgi saxta sevgidir. Allah o məhəbbəti inkar edir.
Eğer doğrudan bu ki Allah sevirsinizsə, onda gələk Peyğəmbərin sözünə baxasınız, Peyğəmbərə tabi olasınız ki, nəyə görə o sevgi qarşılıqlı olsun. Allah da sizi sevsin və sizin günahlarınızı bağışlasın. İmam Baqir Aleyhisselam ki, elə din məgər elə məhəbbət deyilmi? Və yenə də başqa bir ayəni Həzrət oxurdu ki, o Allahdır ki, həbbəbə iləykumul iman və zəyyənəhu fi qulubikum. Allah imanı sizlərə sevdirdi. İmana, Allaha iman gətirmək, mömin olmağa, Qur'ana əməl etməyə, mübarək Ramazan ayı, namaz, oruç, xumus, zəkat, həc, ümrə, Əhl-i Beyt əleyhissalamı olan sevgi, Allah övliyalarına sevgi, bunlara insanın ki, məhəbbəti var qəlbində, bunları insan üçün belə bəzəkli eləyən, insanın qəlbində məhəbbət yaradan bunlara Allahdır. Allah sevdirib bunları möminlərə. O Allahdır ki, həbbəbə iləykumul iman və zəyyənəhu fi qulubikum. Onu sizin qəlbinizdə zinətli eləyibdir. Bəli ki, din elə istəmək, sevgi, həqiqi istək, həqiqi məhəbbət, xalis məhəbbət insanı Allahın itaətinə çəkib aparandır. Bir gün Allah Teala Həzrəti Musa Peyğəmbərə əla nəbiyyinə və alih və aleyhissalam, ey Musa, mənim üçün nə etmisən? Ulul əzm Peyğəmbərdir. Dedi, ilahi, səlləytu, mən namaz qılmışam. Cavab gəldi, namaz Allahın sənə buyurduğu bir vacibi bir əməldir. İnnəs sələtə tənha ənil fəhşə vəl münkər. Quranda da Allah Teala buyurur, namaz insanı pis işlərdən, münkər, çirkin işlərdən namaz insanı qoruyub, saxlayır. Bunu özünə görə etmirsən, səni qoruyubdur namaz, səni saxlayıbdır, çəkindiribdir. Pərverdigara, zəkat vermişəm. Zəkat verməklə insan öz malını, qazancını, sərvətini insan təmizləyir, bəla, afətlərdən qoruyur. Onun bir sağlamlıq təzminatıdır. Bizim sözlə onun garantisidir. Bəli. Saydı filan əməl etmişəm, hər bir əməl cavab gəldi ki, ey Musa, bunların faydası özvədir. Mənim üçün nə etmisən? Dedi, pərverdigar alam, sənin üçün olunan əməl bəs hansıdır ki, o məhz sənə məxsusdur. Sən o əməli özvə bilirsən ki, o əməl sənə görə olunan əməldir. Dedi, ya Musa, mənim sevdiyim, mənim dostumu dost tutub, düşmənimlə mənə görə düşmənçilik etmisənmi? Mənə görə dostluq və mənə görə düşmənlik. Bəs bugünkü günün duasında da, İlahi Pərverdigara, bugünkü gündə sənin dostlarını, öz dostlarını mənə sevdir və düşmənlərimi düşmən bilənlərdən məni qərar verginər. Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurubdur. La yu'minu abdun hatta akuna ahabba ileyhi min nefsi. Bəndə o zaman iman gətirmiş sayılır ki, həqiqi mömin sayılır ki, məni öz canından artıq sevərsə. Yəni insan o zaman mömin sayılır ki, Peyğəmbər Əkrəm buyurur ki, Peyğəmbəri özündən artıq istəsin, öz canından artıq istəsin. Ən-nəbiyyə ovla bil müminin min ənfusihim. Bu Quran ayəsidir ki, Allah Teala buyurur ki, Peyğəmbər möminlərə onların özündən, canından artıqdır. Bizim nəfsimiz, özümüz, yəni öz nəfsimiz bir şey istəsə, lakin baxıb görsək ki, Peyğəmbər əleyhissalam başqa şey buyurubdur. Bunu istəmir, mən istəyəni istəmir, tövsiyə eləməyib. Əgər möminəmsə, həqiqi müsəlmanamsa, möminəmsə, gərək öz nəfsimin, istəyimin sözünə yox, Peyğəmbər əleyhissalamın sözünə baxın. Həzrət buyurur ki, mömin bəndə o zaman mömin sayılır ki, məni öz canından artıq istəsin və mənim əhl-i beytimi də öz əhlindən, öz itrətindən ki, artıq istəsin. Belə ki, Peyğəmbərlərin həyat tərzinə baxanda Həzrət Nuh əleyhissalamın qissəsində ki, öz oğlu üçün ağız açdı, İlahi Pərverdigara, mənim oğlum da hansı ki, iman gətirməmişdi. Cavab gəldi ki, ya Nuh, innəhu leysə min əhlik. O sənin əhlin deyil. Əlbəttə onun öz oğluydu, doğma oğlu, lakin iman gətirmədiyinə görə, həm əqidə olmadığına görə Peyğəmbərlə, atası ilə, bəlkə innəhu əməlun qeyru salih.
Allah Teala onu o cürə bəyan elədi. Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyh buyurubdur: Ya Əli, sənin misalın Quranda İxlas surəsinin misalındadır. Sən Qul Huvallah surəsinə oxşayırsan. Nədə? Necə ki, İxlas surəsi, Qul Huvallah surəsi, əgər bir bəndə onu bir dəfə oxuyarsa, Qur'anın 1/3 tilavət etmiş kimi olur. Əgər bir kəs onu 2 dəfə oxuyarsa, Qur'anın 2/3 oxumuş kimi olur. Əgər bir kəs İxlas surəsini, Qul Huvallah surəsini 3 dəfə oxuyarsa, sanki Qur'anı tamamilə oxuyan kimidir. Və kəzalikə əntə ya Əli, sən də o cürəsən ya Əli. Hər kəs səni sadəcə qəlbində sevərsə, imanın 1/3 yiyələnibdir. Əgər bir bəndə ki, həm qəlbində sənin məhəbbətin var və həm də dili ilə izhar edir ki, mən Əlinin dostuyam, Əlini sevənəm, Allahın salamı olsun ona, imanın 2/3 əks edib ələ gətiribdir. Əgər bir kəs ki, həm dilində, həm qəlbində, həm də əməlində göstərir o məhəbbəti, sənə tabi olursa, bil ki, tamamilə imana yiyələnibdir. Bəli, Allah bugünkü gündə sənin dostlarını sevən və düşmənlərini düşmən bilən bəndələrdən məni qərar verginə. Məşhur Əminullah ziyarətində oxuyuruq ki, Allahumma fəcəl nəfsi radiyətən bi qəzaik. Allah, məni sənin qəzavı qədər və razı olan bəndələrindən qərar ver. Ey peyğəmbərlərin qəlbinə ismət bəxş edən, ey peyğəmbərləri məsum qərar verən, peyğəmbərlərin qəlbini qoruyan Allah, bugünkü gündə məni Xatamul Ənbiya, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin sünnəsinə, şəriətinə əməl edənlərdən məni qərar verginəm. Məşhur ziyarət-i Əminullah'da ki, Əminullah ziyarətnaməsində oxuyuruq. Allahümmə fəcəl nəfsi radiyətən bi qəzaik. Allah, məni sənin qəzavı qədər və razı olan kəslərdən qərar ver. Mustənnətən bi sunəni avliyaik. Sənin vəlilərimin sünnəsi, Peyğəmbərin, Əhl-i Beytin, Allahın salamı olsun onlara, onların şəriətinə, sünnəsinə əməl eləyənlərdən qərar ver. Müfariqətin li əxlaqı ədaik. Sənin düşmənlərimin əxlaqından ayrı, onların əxlaqından uzaq olanlardan, onların düşmənlərin rəftarından, əxlaqından məni kənar eləginən. Bəli ki, Peyğəmbərə tabi olanlardan, Peyğəmbərdən nümunə götürənlərdən Allah, Peyğəmbərin şəriətinə, sünnəsinə əməl eləyənlərdən məni qərar verginən. Allah təbarək və teala Qur'an-ı Kərimdə buyurur, Ləqəd kânə ləkum fī rəsulillahi usvetun həsənə. Ey müminlər, ey müsəlmanlar, hər kəs ki, ümidi Allahdır və axirət günüdür, nizat tapmaq istəyirsə bilsin ki, Peyğəmbərdə gözəl nümunə vardır. Peyğəmbər gözəl ülgüdür. Bəs o kəslər ki, təəssüflər olsun, olub və indi də deyirlər ki, həsbuna kitabullah, hədisləri qoyun qırağa, rivayətləri qoyun qırağa, Allahın kitabı, Qur'an bizə kifayət edir, yetərlidir. Böyük yanlışlığa uğrayıblar. Qur'an ayəsinə görə Allah Teala bildirir ki, onlar böyük yanlışlıq fikirdədirlər ki, çünki Allah demir, Qur'anda sizin üçün gözəl nümunə bu ki, Peyğəmbərdə sizin üçün gözəl örnək, gözəl ülgü, nümunə Peyğəmbərdir. Onun dedikləri, ma atakumur rəsul fəxuzuhu. Qur'an bu, demir ki, Qur'an nə edir, onu götürün. Deyir ki, Peyğəmbər nə edir, onu götürün, nədən çəkindirir, ondan da çəkinin. Peyğəmbər nə edir, nəyi tapşırır. Bəs Peyğəmbər Əkrəmin sünnəsi, şəriəti mühümdür. Bugünkü gündə Allah məni Peyğəmbərin sünnəsinə əməl eləyənlərdən qərar verginən, ey Peyğəmbərlərin qəlbini qoruyan Allah, öz dostlarını mənə sevdirgin. Bəli, Peyğəmbər əleyhissalam Me'racda olarkən Allah Teala ona vəhy elədi. Ya Həbibi, ey mənim Həbibim, ey Muhammed sallallahu aleyhi və Əhl-i Beytin nurunu göstərdi onlara. Peyğəmbərdən sonra kimlər olacaq? İmam Zaman ağanın nurunu göstərəndə Hazəl Məhdi Əccəlallah fərəcəh şərif. Bu Mehdinin nurudur. Bunu sevginə İnni uhibbuhu. Ey mənim Həbibim, mən
o Mehdini sevirəm. Və uhibbu mən əhəbbəhu. Hər kəs imam zamanı, hər kəs Mehdini sevərsə, mən onu da sevirəm. Bəli ki, İlahi Pərverdigara, sənin sevdiklərini, sənin vəlilərini, Övliyaullahdır onlar ki, onları sevməyi bizə nəsib elə, onların məhəbbətin qəlbimizdə yer elə, Əhl-i Beytin düşmənləri, sənin düşmənlərində Allah sənin düşmənlərini düşmən bilənlərdən qərar verginən İlahi Pərverdigara. Bəli ki, Allahın düşmənləri deyəndə Ali Muhammedin düşmənləri Allahın düşmənləridir. Bəs İlahi Pərverdigara, onlar ki, Peyğəmbər və onun Əhl-i Beytinə zülm ediblər, bizi onlardan bezar eləginən, onları sevənlərdən də bizi uzaq elə İlahi Pərverdigara, onlarla həmfikir olmaqdan bizi qoru çəkindirginən və sallallahu əla Muhammedin və alihi tahirin.